Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizə çox dadlı, tərxunlu ev beçəsinin hazırlanmasını göstərəcəm. Əgər sizin üçün də maraqlıdırsa, videomu sona qədər izləyib, abunə olub, bəyənməyi unutmayın. Öncədən beçəni tərtəmizlədim, doğradım. Qazanı ocağın üzərinə qoyub, kərə yağı əlavə edib, o üzbüz qızarmağa başladım. Bir çay qaşığı duz, istiot, sarı kökünü hamısını əlavə etdim beçənin üzərinə. Kənarda 2 baş böyük soğanı nazik-nazik doğrayıb, duzlayıb saxladım. Beçə qızarandan sonra qazandan onu başqa bir qaba əlavə edib götürdüm. Həmən yağın içərisinə doğradığım soğanı əlavə edib, az da duz əlavə etdim, qızarmağa qoydum. Soğanın rəngi qızılı rəngi alınanda kənarda saxladığım beçələri soğanın üzərindən lay-lay yerləşdirdim. Bu cür hazır olandan sonra üzərinə də tərxun göyərtisini əlavə edib, qazanın qapağını örtüb 10 dəqiqədə pişməyə qoydum. Burada da bir dəfə yoxlasanız, həmişə hazırlamaq istəyirsiniz. Çox gözəl ətri var idi mətbəxdə, həm də yemək çox dadlı idi. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə öz təşəkkürümü bildirirəm. Göz haqqınızı halal edin. Allaha əmanət olun. Allah hər kəsin evini, ruzisini bol bərəkətli eləsin. Hər birinizə öz təşəkkürümü bildirirəm.